İlk əfsanəmiz Qara Gəlin və ya Ağ Gəlin əfsanəsidir. Azərbaycanın bir çox bölgəsində, xüsusilə dağlıq ərazilərdə, Şəki, Qusar, Quba, Zaqatala və sair bölgələrdə bu əfsanənin müxtəlif versiyaları yayılmışdır. Əfsanəyə görə bir zamanlar gözəl bir gəlin toy günü ya qısqanclıq ya da bədbəxtlik nəticəsində öldürülür. Onun ruhu bu dünyada rahatlıq tapa bilmədiyi üçün gəlin libasında gecələr yollara dolaşır. Əfsanəyə görə onunla qarşılaşan insanlar ya dəli olur, ya da bir müddət sonra müəmmalı şəkildə yoxa çıxır. Bəzən bu gəlinin ağladığı, bəzən də səssizcə gəzdiyi deyilir. İnsanlar deyir ki, gəlinin gözlərinə baxmaq olmaz. Baxan insanlar qorxuya qapılır və psixoloji travma yaşayır. Məzarlıqda ağlayan uşaq əfsanəsi.